Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağı. Baxın, 77 nömrəli avtobus orada dayanır. 100-150 metr məsafədə bax gördüyünüz bu apartman tipli yeni tikili binada dubleks bir mənzil satılır. Daxil olacaq mənzillə sizi yaxından tanış edəcəm. Olduğu mənzilimizə baxın, bu şəkildədir. Mənzilimizin giriş hissəsidir. Burada sağ hissədə mənzilin mətbəx hissəsi yerləşir. Geniş bir mətbəx hissə var, vitrin pəncərədir. Eyvanda yay mətbəxi kimi düzəlmiş mətbəx hissə. Burada mənzilin sanitar qovşağı yerləşir. Həm aşağıda, həm də yuxarıda sanitar qovşağı mövcuddur. Döşəmə parketdir. 2 otaq və mətbəx yuxarıdadır. 2 otaq isə aşağı hissədədir. Burada mənzilin yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Burada mənzilin qonaq otağı, zal hissəsi yerləşir. Qaz, su, işıq təminatı fasiləsiz, istilik sistemi isə fərdidir. Düşək aşağı hissələrə, aşağı hissələrlə də sizi yaxından tanış edəcəm. Baxın, bu şəkildə pilləkənlərlə aşağı hissəyə daxil oluruq. Pilləkənlər vasitəsilə daxil olduq aşağı hissəyə. Burada bir tualet hissə yerləşir. Burada mənzilin çamaşırxana hissəsidir. Burada hamam hissəsidir. Baxın, bu şəkildə. Burada isə 2 ayrı otaq mövcuddur. Baxın, burada birinci otaqdır. Burada isə ikinci otaqdır. Belədir əziz izləyicilərimiz, belə deyim. Yuxarı hissə 80 kvadratdır, 2 otaqdır. Aşağı hissə təqribi olaraq 65-70 kvadratdır. Yuxarı hissənin çıxarışı var, aşağı hissənin çıxarışı yoxdur. Qiymət 185.000 manatdır. Real alıcıya da endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilər. Açar bizdədir. Gün ərzində mənzilə yəni şəkildə baxa bilərsiniz.